Mehdi müəllim, Həsəd TV olaraq sizi salamlayırıq. Biz bugün Həsəd TV olaraq eşitdik ki, sizin 60 illik yubileyinizdir. Artıq biz Həsəd TV olaraq uzun illərdir əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın, ellilərin həyat və yaradıcılığını, onların duyğu düşüncələrini mütəmadi olaraq verilişimizə yayınlayırıq. Bugün də bizim üçün bir fürsətdir. Elimizin, obamızın dəyərli bir ziyalısını 60 illikdir. Öncəliklə sizi 60 illik yubiley münasibətilə təbrik edirəm. Allah sizə uzun ömür, can sağlığı versin. Dəyərli atasınız, dəyərli babasınız, elimizin, obamızın dəyərli bir ziyalısınız. Qiraət ustasısınız. Mən sizin səsləndiyiniz şeirlərinizin valihiyəm. Yəni çox sevirəm sizin şeirlərini dinləməyi. Şeirləri sizin ifanızı dinləməyi çox sevirəm. 60 il sizə nəyi xatırladı Mehdi müəllim? 60 il deyəndə Mehdi müəllimin duyğu düşüncəsindən 60 il necə keçdi? 60 il gözlərimin önünə gələndə ilk öncə dərələri xatırlayıram. Uşaqlıq dövrlərim, çılğın dövrlərim orada keçibdi. Təəssüflər olsun ki, elimizdən, obamızdan didərgin düşmüşük. Gəlib burada məskunlaşmışıq və burada da özümə yaxın insanlarla, sizi kimi insanlarla, Raqub müəllim kimi insanlarla tanış olmuşam. İndi çalışırıq ki, elimizi, obamızı, əsrlikdə qalan yurt yerlərimizi burada təbliğ edək, tanıdaq oranın gözəlliyini, füsunkar gözəlliyini. Və bu gün üçün, mənim üçün çox əlamətdar gündür və bu günün ərsəyə gəlməsində mənimlə bərabər 60-cı ömür səhifəmi vərəqləmək üçün mənə dəstək olan Raqub müəllimə, Ramiz qardaşıma, Fayda xanıma, sizə dərin təşəkkürümü bildirirəm. Mən açığını desəm, istəmirdim belə təmtəraqla qeyd edəyəm. Raqub müəllimin təşəbbüsüdür, Fayda xanımın, Ramiz qardaşımın təşəbbüsüdür ki, geniş şəkildə dəyər verirlər, dəyərləndirirlər ki, burada qeyd edək. Siz də sağ olun, gəlib işıqlandırırsınız. İnşallah arzu edirəm ki, torpaqlarımız işğaldan azad olunsun, əsirlikdə olan yurt yerlərimizdə daha sonraki yubileylərimizi, 65-70 illiyimizi Qərbi Azərbaycanda Dərələr mahalında qeyd edək. İnşallah. Mehdi müəllim, bildiyimiz kimi Dərələr qəzetinin 15 illik yubileyi keçirildi. Orada sizinlə görüşdük. Demək olar ki, tədbir siz apardınız. Sözün həqiqi mənasında möhtəşəm bir tədbir oldu. Dərələr qəzetinin fəaliyyətində, 15 illik fəaliyyətində ki, Azərbaycanda və ölkəmizdən kənarda Dərələr qəzetinin fəaliyyəti artıq bəllidir. Birbaşa Qərbi Azərbaycan həqiqətlərini işıqlandırmaqla məşğuldur.